Bu insan deyir ki, mən panik atakam. Ölümdən qorxur və yaxınlarını itirməkdən qorxur. Sən də bir dərman verdin. O getdi. Səncə o qarantiya verə bilərsən ki, bir də panik atak olmayacaq? Yox, heç kömək də eləmir. Əlbəttə. Biz indi nə etməliyik? Bunu düzəldəndən sonra bir də bunu ruhsal döyüşçü kimi hazırlayırıq ki, bax, həyat yaşam uğrunda mübarizədir, müsbət enerji var, mənfi enerji var, müsbət düşünmək lazımdır. Yəni ona bir qalxan yaradırıq ki, özünü qorusun, muradsız qorusun. Özü döyüşə bilsin də, sərkərdə olsun. Əslində bir dənə məsələ var ki, mən bir dənə bir kitab oxuyurdum. O adı kitabın yadımdan çıxdı kitabın. Orada bir nüans var idi. Deməli adam gəlir bir dənə bir tibb müəssisəsinə gəlir. Bəli. Deyir ki, mənə kömək eləyin həkim, mənə kömək eləmək lazım, mənə necə kömək eləyin. Belə bir adam varmı? O da onu götürür, əlindən tutur, qaldırır o biri otağına salır. Salandan sonra belə açır belə pərdəni, deyirsən ancaq bu kömək eləyə bilər. Və orada güzgüdə özünü görür. Bəli. Yəni sənin özündən başqa sənə heç kim kömək eləyə bilməz. Amma kimsə yön verə bilər. Mənim başa düşdüyüm də nədir? Bax, yön verə bilər. Bəli, hətta ola bilər ki, sadə bir uşaq olsun, uşaq. Bəli. Gəlsin sənə bir söz desin, o səndə aydınlatma yaratsın. Əlbəttə. Mənim özümdə nə qədər o proseslər olubdu, keçmişəm, deyirəm, gör uşaq mənə nə dedi də, yəni.